Mənim həyatda qarşılaşdığım ən uğurlu insanlar ən bacarıqlı insanlar olmuyor. Mənim qarşılaşdığım ən uğurlu insanlar ən çox çalışan insanlar olur. Sən bir evi tikmək istəyirsənsə, sən kərpic-kərpic o evlərin hissələrini qoysan, 1 ilə olmasa da 10 ilə, 15 ilə o evi tikəcəksən. Əgər indidən o kərpicləri qoymağa başlamasaz, 5 ildən sonra başlasaz, bir 5 il gerisiz. 10 ildən sonra başlasaz, bir 10 il gerisiz. Ona görə ən sadə bunun bir düsturu bu dediyim qaydaları icra eləməkdir. Hamı belə eləyir. Dünyada ən tanınmış insanlar, ən uğurlu insanlar, ən gözəl nəticələrə çatmış insanlar hamısı bu cür başlayır. Bir də burada istedadınız önəmli deyil. Bu da çox önəmli məsələdir. İstedad burada önəmli deyil. Nəticə əldə eləməyənlərin ən böyük səbəbi odur ki, hədəfləri yoxdur, hədəflərinə gedəcək planları yoxdur. Üçüncü də heç nə eləmirlər. Ancaq düşünürlər ki, nəsə yaxşı olacaq, kimsə hardansa bir əl uzadacaq, bunu tutub çıxardacaq. Yəni bu cür belə nağıl, bu cür xam xəyallarla yaşayırlar. Ömrünün çox hissəsi gedir və kimsə nəyisə gözləyir. Əmin olun ki, o gözlədiyiniz hansısa qeyri-adi dəyişiklik o birinci özünüzü dəyişməkdən və addım atmağınızdan başlayır. Mənim həyatda qarşılaşdığım ən uğurlu insanlar ən bacarıqlı insanlar olmuyor. Mənim qarşılaşdığım ən uğurlu insanlar ən çox çalışan insanlar olub. Konkret nə etdiyini bilən insanlar olub. Həyatlarında hədəfi olan insanlar olub. Daha çox bacarıq, daha çox çalışmaq, daha çox ambisiyaların olmağı, yəni ikinci olmayım, üçüncü olum. Bu işi görürəmsə birinci olum. Yəni zaten əlimi bu işə bulamışam da, niyə ikinci olmalıyam?